Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vlogla xoş gördük hər birinizi. Qızlar, yeni evdə, yeni vlog, yəni qısa da olsa vlog çəkib paylaşım edirəm, videonun içərisinə yığıram. Bu aralar işimiz çox olur. Nə vaxt edib vlog çəkə bilirəm, nə paylaşım edə bilirəm. Artıq mətbəxdə mebellər yığılmağa başlayıb. Mətbəxdəki mebellər, məni izləyən qızlar bilir ki, öncə bu mətbəx evdə, yəni sökülməmiş evdə olan mebellərdir. Yəni qızlar, ev sökülməmişdən öncə 1-2 il idi. Hardasa bu mebelləri yığdırmışdıq. Təzə, təmiz, hər şey qaydasında yəni olan mebel idi. Yenisinə ehtiyac yoxdur. Həm də bu mebellərə öz istəyimizə, yəni belə hazır vəziyyətdə almamışdıq. Öz istəyimizə uyğun yığdırmışdıq bunu, mebeli. Belə qızlar, əvvəl uqol idi bizdə mətbəx, indi isə düz yığdırdım. Niyə? Bir tərəfdən qapı var idi. Bizdə 2 qapı var idi mətbəxdə əvvəl. Biri o başdan, biri bu başdan. Uqlavoy divan da olduğu üçün belə uqlavoyda mətbəx mebeli yığdırmışdım. Sonra isə gördüm ki, işlədə, yəni qızlar, su, yəni qab yuvan rakvinada su yeri üçüncü tərəfdə düşmüşdü. Uqlavoy hissəsinə düşmüşdü mətbəx mebelinin. Onun üçün heç xoşuma gəlmədi. Su tökülürdü. Yəni bir şey yuvan kimi su tökülürdü yan hissələrə uqlavoy olduğu üçün. Onun üçün heç xoşuma gəlmədi. Bu dəfə isə yerləşdirəndə mətbəx mebelini düz formada yerləşdirdik. 1-2 yəni əskiklər oldu içərisində. Uqlavoy olduğu üçün onu da yenisini kəsdirib, belə deyim də, yığdırıb hazır onu bərpa etdik. Belə qızlar, mətbəx mebeli yığılır, sonra yerdə belə parketlər döşənir. Parketlər dedikdə laminatlar vurulur. Bu laminatlar da əvvəl bizim mətbəximizdə idi, təzə idi. Heç bir şey yox idi, onun üçün yenidən istifadə etdik onu mətbəxə. Altından da istiliyi üçün belə kağızlar deyim, nə deyim, bilmirəm adı nədir. Onu sərilir, üzərindən isə laminatlar vurulur. Belə qızlar, çalışdığım qədər qısa-qısa da olsa vloglar çəkməyə çalışıram. Belə. O bir evdə işlərimizi bitirib evə gəldik. Sonra uşaqlara söz vermişdim. Sizə bilincik belə rulet formasında hazırlayacağım. Öncə həmin günü, daha doğrusu tort sifarişim də var idi. Biraz qaymaqdan qalmışdı. Onun üçün bilincik uşaqlara söz vermişdim ki, bilincik hazırlayacağım sizin üçün. Həm də kremindən biraz da artıq qaldığı üçün, qaymaqdan yəni artıq qaldığı üçün elə bəhanə oldu. Həm bilinciklərini də içərisinə yığıb rulet formasında bükdüm. Soyuducuda saxladım, bükdüm. Çox qəşəng olur, dadlı olur. İçərisinə şokolad da əlavə etdim, sosu. Tort, sadə tort sifarişim var idi, istəmişdilər. Qızlar 2 saat heç çəkmədi bu tortu, sifariş verilmişlər. 2 saat ərzində çatdırmalı idim. Belə hazırladım, belə formada sadə bir tort istəmişdilər. Belə hazırladım tortu da, bilincikləri də hazırladım, soydum. Dediyim kimi qaymaqdan qaldığı üçün elə bilinciklərini də içərisinə yığdım, onu da soyuducuya qoydum. Bu gün uşaqlar üçün pizzada söz vermişdim, hazırlayacağım. Onlar üçün pizzada hazırladım qızlar. Belə. Və bilincikləri hazırlayıb qoydum, soyuducuya keçdim. Biber
daha doğrusu aciko hazırlamağa. İçərisinə pomidor, sonra əl blenderindən keçirtdim hamısını. Belə əldə tutulma blender olmadığı üçün, yəni elə vaxt olur ki, əldə tutulma blender olduqda mən pomidoru, biberi, hər bir şeyini də tökürəm bir qazana, qoyuram, bişir. Bişdikdən sonra yarı bişmiş halda blenderdən keçirdirəm. Amma belə əl blenderi olmadığı üçün belə qablı blenderim var idi, onu da etdim. Biber, pomidorların qabığını soydum hər birisini, qəşəng blenderdən keçirtdim. Sonra qırmızı biber, sarımsaq, cəfəri, sonra üzərinə əlavə etdim hər birisini. Bir də acı biber, bol acı biber, uşaqlar sevir deyən acı biber də əlavə etdim. İçərisinə hər birisinə əl aparatından keçirdikdən sonra qoydum qazın üzərinə bişməyə. Üzərinə duz da əlavə etdim, qoydum bişməyə. Bişənə yaxın qızlar duzuna baxıram. Təbii ki, azdırsa əgərsə biraz duz da əlavə edirəm yenidən. Bir də duru yağ, bişənə yaxın duru yağ da əlavə etdim. Göz qərarı hamısını etmişəm, yəni çeşiylə heç birini etməmişəm. Duru yağ da bişənə yaxın üzərinə əlavə etdikdən sonra artıq acikomuz hazır olandan sonra çalışıram içərisini yuqurladığım bankaların içərisinə tökdükdən sonra çalışıram təzə qapaqlardan istifadə edim. Qapaqlarını da möhkəmcə sıxıram və yoxlayıram və qışımıza hazırdır. Uşaqlar o qədər sevir ki, nə qədər də bağlasam, bişirsəm, yəni bu acikodan neçə ildir ki, artıq mən bu formada, yəni bu reseptlə hazırlayıram acikonu. Uşaqlar çox sevir. Belə acikonu hazırlayıb keçirəm uşaqlara pizza hazırlamağa.
Pizza da artıq hazırdır. Qızlar stolun üzərinin dağınıqlığına fikir verməyin. 4 pizza hazırladım. Bu reseptlər də kanalımda var. Ətraflı paylaşım etmişəm. İstəyən daxil olub ətraflı baxa bilər pizzanın reseptini. Mən neçə illərdir bunu da eyni qaydada, yəni pizzanı da eyni reseptlə, eyni qaydada hazırlayıram. Belə qızlar, videonun sonuna gəldik. Videonu bəyəndinizsə bəyəniş qoyub abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənə videolarımın önə çıxmanda böyük əhəmiyyət daşıyır. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.